Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Avroviziya təmsilçilərimizdən olan Səfur Əliyeva paylaşımıyla diqqət çəkib. Xəbər verilir ki, müğənni mərhum əməkdar artist Cabir İmanovun xanımı Zara İmanova ilə fotolar yayımlayıb. Səfurə şəkillərin Türkiyədə lentə alındığını bildirib. O, Zara İmanova ilə 13 ildir rəfiq olduqlarını vurğulayıb. Çox dəyərli dostumla 13 il sürən dostluğu, yaxşı ki varsan sözlərini yazıb. Qeyd edək ki, Cabir İmanov ötən ilin sentyabrında qəfil ürək tutmasından vəfat edib. Onun Zara İmanova ilə nikahından 2 övladı var.